وقال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم والسابقون الأولون من المهاجرين والأنصار والذين اتبعوهم بإحسان رضي الله عنهم ورضوا عنه إلى آخر الآية. Möhtərəm müsəlmanlar, Əbu Said Əl-Xudri radiyallahu anh rəvayət edir. Bir adam Rasulullah aleyhissalatu vesselam'a belə dedi: Ey Allahın Rasulü, səni görənə və sənə iman gətirənə müjdələr olsun. Allah Rasulü aleyhissalatu vesselam buyurdu: Məni görüb də iman gətirənə müjdələr olsun. Amma məni görməyib də iman gətirənlərə də müjdələr olsun. Sonra yenə onlara müjdələr olsun. Sonra yenə müjdələr olsun deyərək 3 dəfə təkrarlamışdır. Rasulullah aleyhissalatu vesselam axır zamanda İslamı yaşadan, sünnəni dirildilən nəsillər haqqında bir çox müjdələr vermişdir. Bu müjdələri bildirərkən onları sanki sahabələrlə yarışacaq dərəcədə fəzilət və qeyrət sahibi kimi tərif etmişdir. Müjdəli nəsil olmağın şərtləri vardır. Bu müjdəyə layiq olmaq üçün istiqaməti qorumaq vacibdir. Əhl-i sünnə və cəmaət əqidəsi üzrə sahabələrin izi ilə getmək lazımdır. Bu həqiqətə sahabələrin özləri üçündə işarə edən bir hadisə belədir. Rasulullah aleyhissalatu vesselam bir gün Uhud şəhidlərini ziyarət edərkən onların iman və sədaqətlə şahidlik edirəm dedi. Yanında olan Əbu Bəkir radiyallahu anh isə belə dedi: Ey Allahın Rasulü, biz də onların qardaşları deyillikmi? Onlar necə müsəlman oldularsa, biz də elə müsəlman olduq. Onlar cihad etdilər, biz də cihad etdik. Bizim üçün də şəhadət etməzsənmi? Rasulullah aleyhissalatu vesselam buyurdu: Bəli, amma məndən sonra hansı bidətləri çıxaracağınızı bilmirəm. Bu sözlər üzərinə Əbu Bəkir radiyallahu anh ağlamaya başladı və dedi ki, Ya Rasulallah, biz səndən sonra da yaşayacağıq mı? Qiymətli qardaşlar, bu məsələ ilə əlaqəli Allah-u Azimuşşan başda oxuduğum Tevbə surəsinin 100-cü ayət-i kəriməsində belə bildirməkdədir. İslam dininə girmə məsələsində öndə olan ilk mühacirlər, ənsar və onlara gözəl bir şəkildə tabi olanlar, Allah onlardan razı olmuşdur, onlar da Allahdan razı olmuşlardır. Allah onlara içindən çaylar axan, əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu böyük bir qurtuluşdur. Bu ayə bizə bildirir ki, Allahın razılığına çatmağın yolu sahabə-i kirama bənzəməkdir, onların ardınca ihsan şuuruyla getməkdən keçir. Qiymətli müsəlmanlar, sahabələr cahiliyyə qaranlığına qarşı necə böyük mübarizə aparıblarsa, axır zamanın cahiliyyəsinə qarşı durmaq da elə o qədər fədakarlıq və səbir tələb edir. Peyğəmbər sallallahu aleyhi və səlləmə səhabə olmaq ən böyük şərəfdir. Peyğəmbərlərdən sonra ən üstün insanlar onunla birlikdə olan səhabələridir. Lakin bu şərəfə onlar yalnız Peyğəmbər aleyhissalatu vesselam'ı görməklə deyil, fədakarlıqları, sədaqətləri, çətinliklərə səbirləri sayəsində və cihadları ilə çatmışdır. Cahiliyyənin zülmətini aradan qaldırmaq üçün Rasulullah'ı yanında oldular. Hicrət etdilər, çətinliklərə dözdülər, vəzifədən, sərvətdən, şandan və candan keçdilər. Onlar Darul Ərqam və Suffə məktəblərinin ruhlarını getdikləri hər bölgədə yaydılar, orada yaşatdılar və bu səbəblə əsr-i saadəti, bu səbəblə ən gözəl əsri meydana gətirdilər. Qiymətli qardaşlar, axır zamanda yaşadığımız dövrdə
artıq cəhalət və cahiliyə yenidən dirilməyə, yenidən ortaya çıxmağa başlamışdı. Zaman keçdikcə Peyğəmbər aleyhissalatu vesselam'ın gətirdiyi nizamdan uzaqlaşma baş verdi. Fədakarlıq yerini tənbəlliyə, gözəl əxlaq isə pis xasiyyətlərə yerini buraxdı. Nəticədə Peyğəmbərimizin xəbər verdiyi axır zaman fitnələri baş qaldırdı. Bu dövrdə keçmiş ümmətləri məhv edən günahlar yenidən canlandı. Nemrut və Firavunun zülmü, Nuh qövmünün inatkarlığı, Ad və Səmud qövmünün təkəbbürü, kibri, qüruru, Lut qövmünün əxlaqsızlığı, ticarətdə aldatma, fırıldaqçılıq, hamısı bu dövrdə təzədən yayılmağa başladı. Lakin Rasulullahın dua və şəfayəti sayəsində ümumi bir həlak meydana gəlmir. Amma qismən fəlakətlər, iqtisadi böhranlar, xəstəliklər və mənəvi dağılmalar bu yaşanan günahların nəticəsi olaraq ortaya çıxmaqdadır. Daha da təhlükəlisi iman və əxlaq tənəzzülə uğrayır. Nəsillər, gənclər, gələcəyimiz cəhənnəmə doğru sürüklənir. Televiziya, internet, moda və reklam vasitəsilə şəxsiyyətlər pozulur, dəyərlər itir, sünnət-i səniyyə zəifləyir. Bu səbəbdən də ümmətin ruhu zədələnir. Nəticə olaraq dəyərli qardaşlar, Allah Resulü aleyhissalatü vesselam bu saydığımız mənfi durumlara, vəziyyətlərə qarşı bizlərə bir əmanət, bizlərə bir vəzifə yükləməkdədir. Rasulullah aleyhissalatü vesselam hər əsrdə gələcək qardaşlarına, yəni bizlər də daxil olaraq bir vəzifə əmanət etmişdir. Qur'an və sünnətə sarılmaq, səhabələr kimi yaşamaq, cahiliyyət dəyərlərinə, adət ənənələrinə, şirkinə qarşı mübarizə aparmaq, ona qarşı durmaq. Ona görə də bu müjdəyə layiq olmaq istəyən hər bir mömin əqidəsində sahabələr kimi səmimi, əxlaqında Rasulullah aleyhissalat kimi fəzilətli, əməlində sünnəyə bağlı, ümmət qayğısında da fədakar olmalıdır. Belə olan kəslər, bu dərdlə, bu xüsusiyyətlə şəkillənən möminlər axır zamanın iman əhli və Rasulullah aleyhissalatü vesselam'ın qardaşlarım deyərək müjdələdiyi o nəsildən olacaqdır. Ələ innə əhsənəl kələm